Salam, əziz və dəyərli izləyicilərim. Gözəl, yeni ana olmuş xanımlar yaxın əyləşin. Cavan analar, gənc analar və nənələr. Allah cəmi nənələrə nəvə qismət eləsin istəyənlərə. Kimin də nəvələri varsa, şükür olsun eləməliyik hər dəqiqəmizə. Maşallahlar, həzər maşallah və Allah islah nəvə eləsin. Analı, atalı, nənəli, babalı böyütsün. Mənim nəvəm də içində, mənim əzizlərim. Deməli, çox yazırdılar ki, Məryəm xanım, bizim uşaqda, yəni anadan olan körpə, 1 aylıq, 2 aylıq uşaqlarda qırxı çıxmamış, yaman qaz olur, köp olur, çığırır, ayaqlarını yığır. Onda bilirsiniz ki, sancı olur, qaz sancısı olur. Düzdür, mən elə yemək verirəm ki, nanda olmur. Amma birdən nəsə daha soyuğa verəndəmi, nəmi, hiss eləyirəm ki, azca sancı olur. İstəsəniz səhifəmdə baxa bilərsiniz. Yemək haqqında hansı smesi verirəmsə paylaşmışam. O qaz yaratmır. Amma hər ehtimala qarşı mən bilməyənlər üçün deyim ki, institutda nəvəm dünyaya gəlib, onlar o qədər məsuliyyət daşıyırlar ki, orada işləyənlər hamısı niyə yazsanız İvanova şəhərində bilərsiniz ki, bütün Rusiyanın şəhərlərindən, çox şəhərlərindən bura gəlirlər. Çünki çox seçilmiş, nə ana ölümü, nə də uşaq ölümü orada qeydə alınmayıb, şükür olsun. Və işləyənlər də hamısı kafedranın medisinski naukları, tibb elmlər namizədi professorlardır. Orada bizə bunu misal məsləhət bildilər. Deməli, üstündə qoyacam şəklini Atsipol kaplidir. Yeni anadan olmuş uşaqlara belə olar, yeni dünyaya gəlmiş analara belə olar. Deməli, mənim əzizlərim görürsünüz, dediyim kimi üstünə qoyacam 0+, yəni elə bu dəqiqə anadan olan uşaqlara belə verə bilərsiniz. 1 yaşına qədər uşaqlarda qaz köp problemi varsa, təbii ki, həkiminizə də məsləhət eləyin. Çünki uşaqların da orqanizmləri fərqlidir mənim əzizlərim. Amma yenə də deyirəm, mən bu həkimlər mənim üçün həm uşağımın həkimi olubdur, təsəvvür eləyin. Elə uşağıma baxan devirdən professor olub, indi də nəvəmə baxır, təsəvvür eləyin. Şükür olsun Allahıma, o qədər sevirəm ki, mən onu. Yəni, dedik, hər ehtimala qarşı alın, bunu evdə saxlayın. Azərbaycan pulu ilə, Rusiyanın pulu ilə 1400 rubla almışam. Azərbaycan pulu ilə, bilmirəm, 30 manata yaxındır deyəsən. Amma var, görmüşəm Azərbaycanda da, apteklərdə var. Atsipol üstündə şəklini qoyacam. Neçə damcıdan uşağınızın yaşına baxır, ayına baxır ki, hansı ayda neçə kapli vermək olar. Yəni, bunun təhlükəsiz olduğu üçün mən sizlərlə paylaşıram. Amma təbii ki, yenə də siz öz həkiminizə məsləhət edin. Azərbaycanda ən çox espumizandan istifadə edirlər və çox da yazırlar ki, xeyir eləmir, Məryəm xanım, uşaq çır-çır çığırır. Yəni, bunu bizə məsləhət bildilər. Mən də aldım ki, evdə hər ehtimala qarşı saxlayım. Yenə də deyirəm, nan, bir biz veririk, üstündə bir yazılan o 2-3 var, səhifəmdə video var. Baxa bilərsiniz mənim əzizlərim. Belə uşağınızı yeməyə verən kimi tez uzandırmayın, sinənizdə tutun, arxasını biraz kürəyini oxalayın, yavaş-yavaş vurun, bəhdən vurmaq olmaz. Çox yavaş-yavaş belə aşağıdan yuxarı oxalayırsınız və yavaşca vurursunuz. O gərməmiş uşağı qoymayın yerinə. Çünki yeməyi yeyir, körpə uşaqlar o gərməlidir ki, o qaz çıxsın. Nəbadə və yanı üstə qoyun ki, iraq olsun. Qaytaranda hansısa yeməyin, əgər çox verərsinizsə, artıq olanda qaytarır. Yəni, mütləq bu böyrü üstə, sonra o birisi böyrü üstə, o haqda da bir gün video paylaşacağım inşallah. İndi yəni bu yadıma düşmüşkən bunları sizlərlə paylaşmağı özümə borc bildim. Çünki suallar verirdiniz. Mənim əzizlərim, özünüzü qoruyun. Çünki ana evin elə bilin ki, üstüdür. Əgər o üstünü elə hər şeyi uşağa eləyim, özümdən zərər yoxdur. Bəs iraq olsun, sizə bir şey olsa Allah göstərməsin. Uşağınıza kim baxar? Həmişə bunun diqqətinizdə saxlayın. Birinci özünüzün qanınızı normasında saxlayın, sağlam qidalanın və istəyirsinizsə Məryəm xanımın sağlamlıq ordusuna qoşula bilərsiniz. Azərbaycanda yeganə mütəxəssis diyetoloq, nutrisioloqam ki, mən çox ucuz, iri manata, hətta heç kim inanmır ki, bir dəfə 20 manat ödəyib 1 il qalırıq və bütün gözəllik sirlərini həmən xanımlarla bölüşürəm. Süt verən analar da var, qrupumda hamilə xanımlar da var, yaşlı 16 yaşından 84-85 yaşına qədər qrupumda kosmetoloqlar, həkimlər, müəllimələr artıq dünyaya səs salmışam. Ona görə ki, nə apteka göndərmirəm, qəbz olanların ən böyük problemi odur ki, gərək qəbz olmayasınız. Çünki bütün xəstəliklər inanın ki, bağırsağınızdan başlanır. Xoşbəxtliyiniz də, bədbəxtliyiniz də bağırsağınızdan başlanır. Bağırsaq bizim ikinci beynimizdir. Siyanasız, aclıq otsuz istəyirsinizsə ki, gözəl həyat tərzi sürəsiniz, toksinlər orqanizmdən çıxsın. Hansı yaşda olursunuzsa olun, yaşlılıq özü də gözəldir, amma uzun ömrünüzü sağlam yaşamalısınız mənim əzizlərim. İstəyirsinizsə buyura bilərsiniz. Bəylər üçün qrupum ayrıdır, xanımlar üçün
üçün qrupum ayrıdır. Bəylər də 20 manat ödəyir ilinə, xanımlar da. Nömrəni videonun üstündə qoya bilmədiyim üçün səsli şəkildə deyəcəm mənim əzizlərim. Və mən sizə heç nə satmıram, nə arıqlama çayı, nə arıqlama koyfesi, nə su diyeti olmaz mənim qrupumda, çünki onlar immunitetinizi aşağı salır. Və nömrəni videonun üstündə qoya bilmədiyim üçün səsli şəkildə deyirəm. Mən necə deyirəmsə, o cürə də yaddaşa salın. Heç bir əlavələr etməyin mənim əzizlərim. Əlavələr etsəniz tapa bilməyəcəksiniz WhatsApp-mı. İstər kənddən, şəhərdən, rayondan, xarici ölkələrdən, Rusiyadan ki, hər bir yerdən qrupumda xanımlar və bəylər var. Nömrəni amma düzgün yazdıqları üçün mənim sağlamlıq orduma qoşula bilirlər. Gərək siz də düzgün yazasınız. Heç bir əlavələr etməyin ki, ağzımdan eşidirsinizsə, o cürə də yaddaşa salın. Üstə gələk 7 901 288 26 94. Mənim əzizlərim, şükürlərinizi bol edin ki, şükürləriniz çoxalsın, şikayətlərinizi azaldın ki, şikayətləriniz azalsın. Sağ olun.